Ramiz Yunus, Birləşmiş Ştatlar. Hörmətli cənab prezident, bugün burada olmaqdan böyük şərəf hissi duyuram. Çox şadam ki, sizi yenidən görürəm. Çox sağ olun. Yaratdığınız bu fürsətə görə və dəvətə görə minnətdaram. Mənim üçün böyük bir fürsətdir. Gəlirəm öz doğma vətənimə, xüsusən də Azərbaycanın Qarabağ bölgəsinə səfər edirəm. Belə bir mühüm tədbirdə sizinlə birgə iştirak edirik. Ötən dəfə Şuşada olduq, indi isə biz Xankəndidə getdik və daha sonra isə Bakıdayıq. Eyni zamanda mən ciddi geosiyasi məsələlərlə bağlı, dünyada, bölgədə gedən hadisələrlə bağlı sual vermək fürsətini yüksək dəyərləndirirəm. Hörmətli cənab prezident, ABŞ-da seçkilərdən əvvəl biz sual verdik. Siz həm demokratlarla, həm respublikaçılarla yaxşı ünsiyyət qurduğunuzu qeyd etdiniz. Bildirdiniz ki, respublikaçılar administrasiyası ilə sizin üçün daha asan görünür bu məsələlər. Cənab prezident, sualım belədir. Və Ağ Evdə hakimiyyət dəyişiklikdən sonra bu haqda düşünmək tezdir, yoxsa artıq bunu qeyd etmək olar və Azərbaycanda, bu bölgədə, yəni onların təsiri necə ola bilər? Çox sağ olun, cənab prezident. Təşəkkür edirəm. Şəxsən mən öz təcrübəmə əsaslanaraq mən bunu bir neçə dəfə bildirmişəm və əlbəttə ki, respublikaçılar administrasiyası ilə işləmək demokratik administrasiya ilə işləməkdən daha asanlı idi. Mən 2003-cü ildə prezidentliyə başladım. O vaxtda ABŞ-da prezident George Bush idi və münasibətlər çox yaxşı idi. Hər ikimiz qarşılıqlı dəstəyi yüksək dəyərləndirdik və bunu açıq şəkildə qeyd etdik ki, iki tərəfli münasibətlərimizin əhəmiyyəti böyükdür. Azərbaycan qeyri-NATO ölkəsi olaraq Əfqanistanda aparılan əməliyyatlara və İraq əməliyyatlarına qoşuldu və bu iştirak ABŞ administrasiyasının xahişi ilə oldu. Yoxsa biz bunu etməzdik. Biz nəinki fiziki dəstəyimizi böyük sayda hərbçilərimizin göndərilməsi vasitəsilə göstərdik. Biz eyni zamanda Əfqanistana mühüm hava nəqliyyatı, o cümlədən ərazi və Xəzər dənizi vasitəsilə daşımalara imkan yaratdıq. Bu, ABŞ hökuməti tərəfindən yüksək dəyərləndirildi. Və prezident Bush'un vaxtlarında bu belə oldu. Daha sonra vəziyyət dəyişdi, kiçik dərəcədə dəyişdi, çox böyük dərəcədə dəyişməsə də bu belə oldu. Daha sonra isə Biden-Blinken administrasiyasında ABŞ-la Azərbaycan arasındakı münasibətlər böhranla uğramış münasibətlər kimi səciyyələndirə bilər. Bu da bizim günahımız deyil. Bizim hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin olmasının tərəfdarıydıq. Çünki ABŞ dünyanın ən güclü dövlətidir. Və bu dövlət departamentinin cənab Blinkenin rəhbərliyi altında təsisatın məhz siyasəti nəticəsində belə oldu. Və həmçinin bir çox Azərbaycanlılar o vaxtı məhz Biden'ın administrasiyasında işlədiyini nəzərə alaraq mən bir sıra meyarları qeyd edə bilərəm ki, onlar ümumiyyətlə təsir göstərdi sanksiyalara gəldikdə. Mən bildirdim, biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman azadlığa dəstəkləmə aktının 907-ci aktı onun təsiri dayandırılırdı və hər zaman
ABŞ prezidenti onun qüvvəsini dayandırırdır. Lakin onlar Əfqanistandan qaçdıqda biz bunun hamısını gördük. Onlar yenidən ondan sonra həmin bunu bizə tətbiq etməyə başladılar. Belə bir ədalətsiz bir mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra kim onlara inanardı? Və bizim Biden-Blinken komandasına olan inanmız sıfıra gəlib çıxmışdır və bizim münasibətlərimiz çox ağır böhrana düşdü və Biden administrasiyası bir mənalı olaraq mövqeyini Ermənistanla bağladı. İlk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra biz bunu gördük. Biz gördük ki, Ermənistan bütün demokratik administrasiyalarının hansı dəstəyi qazandı. Bununla bağlı Amerikanın vasitəçiliyi ilə prosesdə onlar heç vaxt Ermənistanın tərəfində bu qədər olmamışlar. Tutaq ki, ötən ildə Brüsseldə Blinken, xanım von der Leyen və komissiya sədri Michelin Nikol Paşinyanla inanılmaz bir görüşü keçildi və bundan əvvəl ümumiyyətlə dünyanın nəinki keçmiş Sovet Respublikaları sırasında dünyanın heç bir ölkəsi ilə belə bir görüş keçirilməmişdir və təsəvvür edin ki, hətta hərbi quruculuqla bağlı olan məsələ orada razılaşdırılmış bir protokolda əks olundu və yalnız bizim təqiddən sonra o çıxarıldı. De facto, lakin belə bir təşəbbüs var idi. Yəni, Avropa İttifaqının sülh fondu ilk tranşı Ermənistana ayrıldı ki, onlar silah alsınlar. Digər vacib mərhələ ABŞ ilə Azərbaycan arasında Blinkenin dövründə münasibətlərin pozulması ilə bağlı idi. Stratejik tərəfdaşlıq bəyannaməsi Prezident Trump'ın ofisə gəlməsindən öncə, 5 gün öncə imzalandı. Yanvarın 14-də Vaşinqtonda Ermənistanın Xarici İşlər Naziri ilə strateji tərəfdaşlıq sazişi imzalandı. Bir sadəcə qaçaraq, sanki bir oğrular kimi 5 gündən sonra Prezident Trump gəlməlidir. Yəni, bunu etməyə səbəb nə idi? Bu, digər bir anti-Azərbaycan bir hərəkət idi Blinken tərəfindən. Mən bunu çox təəssüf edirəm. Çünki danışıqlarımızın əvvəlində mən ona çox inanırdım. Lakin əfsuslar olsun ki, mən gördüm ki, haqlı olmadım. Və biz bunu Azərbaycanı izolyasiya salmaq, təcrid etmək, Qafqazda ayrıcı xətləri çəkməyin bir cəhdi idi. Və Biden'ın komandası ofisi tərk etdikdən sonra Azərbaycana qarşı bu gün hücumlar dərhal dayandı. Bizə qarşı olan çox aqressiv media sanki belə saxta xəbərlər Azərbaycana qarşı olan bu əsassız məqalələrin dərci dərhal dayandır. Biz bilirdik ki, bunun mənbəyi dövlət departamenti idi. Eyni bir məsələ USAID təşkilatı ilə olmuşdur ki, hal-hazırda bizim hüquq mühafizə orqanları USAID təşkilatının qeyri-qanuni fəaliyyətini araşdırır. Mənə bu araşdırmanın ilkin nəticələri artıq təqdim olunubdur. Bu, əslində, onların anti-Azərbaycan fəaliyyətinin miqyasını göstərir və onlar açıq şəkildə bizim daxili işlərimizə müdaxilə etmək cəhləridir və Prezident Trump'ın administrasiyası belə bir korrupsiya uğranmış USAID təşkilatı və onun rəhbərləri ilə bağlı dərhal hərəkətə keçdi.
Bu tarixçədir. Mən bir neçə saat ərzində bu haqda danışa bilərəm, lakin hazırda ən əhəmiyyətlisi odur ki, biz artıq istədiyimizə nail olduq. Əgər sual belədirsə, mən deyərdim ki, bəli, Azərbaycana qarşı ABŞ siyasətində olan hədələr dayandı. Bu müsbətdir. Bu birincisi. İkincisi, bizim yüksək səviyyəli təmaslarımız qurulubdur. Prezident Trump'ın administrasiyası ilə Azərbaycan hökuməti arasında müxtəlif səviyyələrdə əlaqələr var. Bizim qəbul oluna biləcək qarşılıqlı gündəliyimiz mövcuddur. Üçüncü məqam, Prezident Trump'ın administrasiyasına gəldikdə düşünürük ki, bu dövr tərəfdaşlığın gücləndirilməsi üçün çox yaxşı imkana çevriləcək. Və Prezident Trump'ın ilkin administrasiyası ilə də çox yaxşı münasibətlərimiz var idi. Heç bir böhran yox idi. Bəli, münasibətlərimiz olduğu kimi fəal deyildi. Və ilk dövrdən sonra indi Prezident Trump'ın Avropa İttifaqının ona olan riyakarlığını gördü. Ona qarşı olan hərəkətini, xanım Harris'e verdiyi dəstəyini gördü. Bütün bunlar ümumiyyətlə tam çılpaqlığı ilə hər bir şeyi göstərdi. Və təbii ki, mənim fikrim ondan ibarətdir ki, münasibətlərimiz daha fəal olacaq və onların indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq. Və qeyd edə bilərəm ki, hal-hazırda onlarla yaxşı, çox güclü münasibətlər bu bölgə üçün vacibdir. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Biz qlobal Cənubun bir hissəsiyik. Bizim qoşulmama hərəkatında güclü mövqeyimiz var. Həmin təşkilata biz 4 il ərzində güclü şəkildə sədrlik etdik. Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. Bu artıq müzakirə olundu. Eyni zamanda iqtisadi baxımdan, öz enerji sərvətləri ilə, öz ordunun gücü ilə, yəni döyüş meydanında sübuta yetirilmiş həmin bu gücə malik olan biz ölkəyik. Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik. Biz görürük ki, nə baş verdi, hal-hazırda nəyin baş verdiyini görürük. Hal-hazırda Prezident Trump və onun komandası daha təxirə salınmaz və əhəmiyyətli məsələlərlə gündəlikdə məşğuldur və ola bilsin ki, biz daha güclü, daha uzun müddətli və proqnozlaşdırılan strateji münasibətləri yeni administrasiya ilə qura bilərik.